Çox məşğul bir günün ardından dedim gətirin bir tənbəlliyin daşını atım, bir bilinçik tortu hazırlayım. Uşaqlar da çoxdan da istəyir. Bilinçiki mən mikserlə qarışdırıram. Son vaxtlar çox gözəl alınır həm pankek, həm də bilinçik. Resepti videonun altına dəqiqliklə yazacağam. Mən həm xama, həm də süddən istifadə etdim. Biraz da su qatdım. Beləcə xəmiri hazırlayıram. İndi hələ görün, videonun sonuna qədər baxın, görün bu bilinçik tortu necə bir müsibət bir tort olacaq. Düzünü desəm, çox zaman bilinçik xəmirini gözə yarı edirəm. Elə gərək burada da sonuncu stəkan unu əlavə etməzdim. Xəmir biraz qatı oldu, indi görəcəksiniz videoda. Mən də təbii ki, su əlavə etdim. Tavanı qoydum qızmağa, biraz duru yağ əlavə edib, fırça ilə yaydım yağı və başladım ilk bilinçiki hazırlamağa. Həmişə nədənsə ilk bilinçik yaxşı alınmır məndə. Və gördüm ki, xəmir qatıdır, yayılmamağından bildim və təbii ki, su əlavə etdim. Nəysə, bir zülüm bəla ilə bilinçikləri hazırladım. Mən bu bilinçikləri hazırlayanda gərək yanımda heç kim olmasın. Əgər uşaqlarının, ev əhlinin yanında bilinçik hazırlasam, ən az bir 5-10 dənəsi arada gedir. Elə buna görə də bilinçik tortu hazırlaya bilmədim. İndi görün nə hazırlayacağım. Deməli, bilinçiklər bişdikcə həm uşaqlar, həm yoldaşım dedi ki, biraz ver, mən də dadına baxım. İnanın ki, bir də gözümü açdım ki, elə mən bayaqdan ayaq üstə qalıb bilinçik bişirirəm, amma ortaqda heç nə yox. Hər nəysə, elə bilinçikləri az görüb fikrimdən daşınmışdım ki, bilinçik tortu etməyəcəm. Uşaqlara verərəm, yeyərlər. Sonra isə dedim ki, yox, Nərgiz, səndə çarələr bitməz. Gətirdim, görün nə hazırladım. Qaymaqlı krem hazırladım. Baxdım ki, qatlaşdırılmış süd yoxdur. Mən də karamel ilə hazırladım. Çox dadlı oldu. Biraz da krem pendir əlavə etdim. Zövqə görə fərqli-fərqli kremlər istifadə edə bilərsiniz. Ağızlarınıza uyğun. Kremi hazır edib, dəzgahın üzərinə belə mat, silikon matı yaydım. Üzərindən də bir silikon və başlayıram işə. Sonda mənə bu qədər bilinçik qaldı. Cəmi 16 ədəd. Və mən də gözəl bir bilinçik ruleti hazırladım. İnanın ki, o qədər dadlı idi ki, tort onun yanında yalan oldu. Bu formada gördüyünüz kimi bilinçikləri bu qayda ilə səliqəli düzürük. Hər bir bilinçikin altına da belə krem vururuq ki, bir-birinə yaxşı yapışsın ki, sonda səliqəli olsun, yəni tortumuz. Rulet tort olacaq çünki. Bir hissə düzdük, üzərindən krem və ikinci hissəni də səliqəli düzürük və üzərinə doğranmış meyvə əlavə etdim. Məndə şaftalı var idi, şaftalı əlavə etdim. Zövqə uyğun olaraq istəyiniz meyvə əlavə edə bilərsiniz. Meyvənin qaralmamağı üçün mütləq kremlə belə qaplayın ki, qaralmasın və belə 2 dənə bananı qoydum. Düz formada, yəni yuxarıdan başlayaraq belə bükdüm rulet kimi. Və qoyuruq soyuducuda qalır. Sonra isə servis edirik. Mən üzərini bu cür bəzəmişdim. Krem və malina və çiyələk ilə. İnanın ki, o qədər dadlı idi ki, möhtəşəm idi. Mütləq siz də hazırlayın. Çox asan başa gəlir və həm də eyni ilə bilinçik tortu dadını verir. Həm də asan və əziyyətsiz və ən əsası isə az bilinçik ilə hazırlanır. Çünki bilinçik tortuna ən azı bir 30-35 ədəd bilinçik lazımdır. Əgər videonu bura qədər izlədinsə, mütləq like et və rəfiqənlə, dostlarınla paylaşmağı unutma. Dəstək üçün rəy də yaza bilərsən. Sizə çox təşəkkür edirəm öncədən. Hər kəs, dəstək olan hər kəsə. Maraqlı videolar, reseptlər çoxdur, lakin dəstək az olduğuna görə mən paylaşmağa həvəslənmirəm. Bunu etmək sizin əlinizdədir. Çoxlu rəylər yazın ki, mən də həvəsli olum. Hələlik Allah'a emanet olun hər